Dövlət Məşğulluq Agentliyinin peşə kursları haqqında məlumatı sosial platformaların birində gördüm. Yanvar ayında müraciət elədim. 3-4 gün ərzində mənə geri dönüş etdilər və mən imtahana gəldim, imtahanda iştirak elədim. Sonra müsahibə mərhələsi oldu. Yanvar ayında da elə dəvət elədilər, gəldik, iştirak elədik. Tədrisimiz çox güclüdür, müəllimimiz çox sağ olsun, bizə hər cür motivasiyanı verir. Birinci Excel proqramını öyrəndik, daha sonra SQL və bu şəkildə davam eləyəcəyik. Mən 4 il Azərbaycan Texnik Universitetində bakalavr təhsil almışam. İxtisasım kompüter mühəndisliyi olub. Sadəcə universiteti bitirdikdən sonra təəssüf ki, yəni ixtisasımın arxasıca getməmişəm və fərqli sahələrdə çalışmışam. Son illərdə ofis proqramlarına marağım yaranmışdı, əsasən Excel-ə və özüm belə deyək, həvəskar olaraq internetdən açıq, belə deyək, open source saytlardan hər hansı bir mənbələrdən məlumat götürərək orada yəni data təmizləməsi, yəni elmi dilində data cleaning deyirlər, onu edirdim. Sağ olsun Azərbaycan Dövlət Məşğulluq Agentliyi və İnstitut kursları bu şəraiti yaratdılar. Mən də gəldim hal-hazırda yəni burada data analitika üzrə təlim alıram. Çox maraqlı keçir təlimlərimiz. Dövlət tərəfindən belə bir təşəbbüsün olması çox gözəl bir şeydir həqiqətən. Data analitika xüsusi olaraq 6 moduldan ibarətdir. Excel, SQL, Power BI, statistika, Python və analitik metodlar. Hər hansı bir işin mütəxəssis olmaq olar, amma analitik olmaq çətin peşədir. Və xüsusən də yoldaşların bu peşəni seçməsi və burada dözümlülük göstərməsi onların özünə də maraqlı olur. Çünki kod yazmaq, mövcud olmayan bir şeyi mövcud hala gətirmək bu insana xüsusilə bir zövq verir. Çünki onlar hər gün daha bir yeniliklə üzləşirlər o səbəbdən. Biz burada yoldaşlara tədris elə aparırıq ki, onlar üçün sualların əlçatan formaları deyil, əlçatmayan formalarını təşkil edirik. Dövlət Məşğulluq Agentliyi ilə artıq 5 aydır ki, birgə əməkdaşlıq edirik və bu əməkdaşlıq çərçivəsində artıq yüzlərlə müdavim bizə müraciət edib, imtahan müsahibə prosesində iştirak ediblər və uğurlu namizədlərlə artıq 4 qrup olaraq fəaliyyət göstəririk. Mühasibatlıq və data analitika təlimlərimiz aktiv sürətdə davam edir və növbəti mərhələdə HR mütəxəssis təlimlərimizin də başlamasını planlaşdırırıq. Bundan sonraki mərhələdə uğurla bitirən tələbələrlə həm onların CV-sini peşəkar səviyyədə hazırlanmasına dəstək verəcəyik, həmçinin də işə düzəlmələrinə köməklik göstərəcəyik, əməkdaşlıq etdiyimiz şirkətlərə CV-lərini yönləndirəcəyik.